Son zamanlar Elşad Xose və Aksana cütlüyünün yenidən bərabər olduqları xəbəri hər kəsi maraqlandırır. Bəli, biz də onu eşitdik və belə bir qərara gəldik ki, sizi intizarda qoymayaq. Və məhz Elşad Xoseni axtarıb tapdıq ki, bu suallara özü cavab versin. Onların sevgisi dillərə dastan oldu. Hər kəs bu cütlüyün xoşbəxtliyinə həssəd apardı. Qübdə olunan sevginin sonu boşanma ilə bitdi. Bitdi, boşanma, artıq biz boşanmışıq. Ayrılıq belə sevgilərini soyutmadı. Instagram sosial şəbəkəsində Elşad Aksananın öz əlləri ilə çəkdiyi şəklini paylaşıb, sönən vulkanı yenidən alovlandırdı. Leyli Məcnun sevgisinin sonu nə olacaq? Onlar yenidənmi barışacaq? Yox, mən qəbir üstə ölmək istəmirəm. Diqqətlər cütlüyə yönəldi. Gələcəkdə bir yerdə olmağımızın, mən ümumiyyətlə bilmirəm ki, sabah nə ola bilər. Mən ümumiyyətlə bilə bilmirəm ki, sabah mən nə olacaq vəbşə. Ancaq belə hər şey Allahın əlindədir, görək inşallah. Aksana və Elşad barışıq olacağını danmadılar. Ola bilər ki, haçansa barışaq. Eks cütlük virtual yaşanan sevgilərini onlar da dilə gətirdilər. Nəsə Instagramda, məsələn, mən öz şəklimin altında hansısa bir rəy yazıram və yaxud o mənim şəklimin altında nəsə bir rəy yazırsa, o virtual belə deyə də münasibətdir. Paylaşılan şəkilə qaldıqda isə çox uğurlu olan işlərimdən biri kimi onu da yada saldım. O hədiyyə mənə 2 il bundan qabaq verilib və indiyənə kimi evimdə də asılıb. Aksanadan ilham alıb rəssamlığa başlayan Elşad hələ bir çox səs-küy yaradacaq, əl işləri ilə gündəmi zəbt edəcək. 3 ildir. Artıq var ki, bununla məşğulam. Sadəcə olaraq belə çox bildirmək istəmirdim. Müəyyən şeyləri öyrənməyincə yaxşı rahatlıq tapıram. Ona görə xoşuma gəlir, bu işlə məşğul oluram. Ancaq yenə həvəskar kimi təhsilsiz, yəni bu sahədə təhsilsiz bir insan kimi öz işlərimi yığıb bir sərgi eləyəcəm. Açıq qapılar, pulsuz, filansız, hamı gəlib baxa bilər. Bu bacarığını illərdir gizlətməyi bacaran Elşadın müəllimi də onun əl işlərindən olduqca razıdır. Mən ondan yaxşı bir sərgi gözləyirəm. Mənə gəlir onun sərgisi çox güclü olacaq, yaxşı olacaq. Bu adam heç diplom lazımdır, bu diplomsuz rəssam olacaq. Olub uca. Müəllim əlibə düşdü, gərək bacardığınca çox şey qavrayasan, götürəsən, yəni. Musiqi aləmində, mədəniyyət aləmində mən bilən bəstəkar Arif Məlikovdan başqa heç kim bu işlə məşğul deyil. Siz bilirsiniz Zöhrab müəllim, Arif Məlikovdan başqa bir incəsənət aləmində rəssamlıqla məşğul. Mən Arif Məlikovdan başqa bir adam bilmirəm. Müslüm Maqamayev. Rep sənətində öz sözünü demiş Elşad, inanırıq ki, öz rəsmləri ilə qısa müddətdə rəssamlıqda da seçilməyi bacaracaq.